Məbləğindən asılı olmayaraq fiks olaraq bir rəqəm indeksləşdirilir. Yəni, əgər orta aylıq əmək haqqında artım faizi, nominal orta aylıq əmək haqqındakı artım faizi 8% isə, məbləğindən asılı olmayaraq bütün pensiyalar 8% indeksləşdirilir. Nəticədə bu onu gətirib çıxarır ki, 300 manat pensiya alan vətəndaşın pensiyasındakı artım 24 manat olur, 3000 manat pensiya alan vətəndaşın pensiyasındakı indeksləşdirmə nəticəsində artım 240 manat olur. Və təbii ki, bu az məbləğdə az artım, çox məbləğdə çox artım. Ona görə daha məqsədə uyğun olardı ki, mövcud indeksləşdirmə fondu çərçivəsində kəmiyyət deyil, daha diferensial yanaşma həyata keçirilsin. Və bu diferensial yanaşma nəticəsində xüsusən də daha az pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərinin daha çox artırılması, fərqli keyfiyyət meyarlarından, variablelardan istifadə etməklə, o cümlədə məsələn, tək analar və ya uşaqların sayı nəzərə alınmaqla bunun həyata keçirilməsi reallaşsın.